Və sizin qaynananız nə iş görür? Videoda eltinizlə gördüyünüz işlərdən danışdınız, amma qaynananızdan heç danışmadınız. İndi gəlin keçək həmin məsələyə qızlar. Mənim qaynanamın 80+ yaşı var. Yəni biz durub ondan hər hansı bir işi tələb edə bilmərik. Baxmayaraq o da öz çapında həmişə bizə kömək olmağa çalışır. Biz səhər oyananda o bizdən də əvvəl oyanıb çaynikləri qaynadıb çayı belə dəmləmiş olur. Oturduğu yerdə göyərtisini təmizləyir, kartof soyur, soğan soyur. Bildiyiniz bu yaşında da zəhmətindən geri durmur. Ayrıca özünün də maraq dairəsi var. Əvvəl Xoşqədəmin Zaurun verilişinə baxırdı. Onlar bağlandıqdan sonra yeraltı, uzaq şəhər, Taşacaq Habudəniz, adını bilmədiyim daha saysız, hesabsız serialları var, onlara baxır. Həftədə bir dəfə qarğış limiti var, onu da uzaq şəhirdəki Borana istifadə edir. Bizimlə münasibətini soruşmusunuz, özünüz də çox yaxşı bilirsiniz ki, evdə olan mehribançılığın bir qismi də hər zaman böyüklərin üzərinə düşür. Əgər evdə qaynana gəlinin birini o birisindən ayırırsa, bunun arxasıca o birisinə danışırsa, birini daima tərifləyib o birisini görməzdən gəlirsə, o zaman o evdə mehribançılıqdan söhbət belə gedə bilməz. Çünki istər-istəməz gəlinlərin arasında kin, paxıllıq, lazımsız rəqabət başlayacaq. Hər hərəkətləri sözə söhbətə çevriləcək, söz-söhbət böyüyüb yoldaşlarına qədər gedəcək. Onların arasında yaranan düşmənçilik qardaşların arasında düşmənçilik yaranmasına qədər gətirib çıxardacaq. Və bundan da zərərli çıxan yenə də elə qaynana özü olacaq. Biz bu tərəfdən deyəsən çox şanslıyıq. O öz gəlinlərini nəinki bir-birinin ayağına, heç qızlardan ayağına belə vermir. Haqlı olan vaxtı bizim haqqımızı öz oğlanlarına qarşı da qoruyur. Və sizcə əsl qaynana necə olmalıdır və qaynananızdan razısınızmı? Nələrdə yazarsınız? Hələlik.